Salam, hər vaxtınız xeyirli olsun. Bugün sizinlə dadlı, ləzzətli evdə keyfs hazırlayaq. İlk öncə qaba 1 stəkan un, sarçöç, duz və paprika əlavə edib quru ərzaqları bir qədər qarışdırırıq. Üzərinə 2 ədəd yumurta, 1 stəkan su əlavə edib yenidən qarışdırmağa davam edirik. İçərisində topak qalmayana qədər qarışdırırıq. Belə bir kütlə alındı. Əgər sizdə bu kütlə qatı olarsa bir qədər daha su əlavə edə bilərsiniz. 1 ədəd toyuğun sinətini gördüyünüz formada hissələrə ayırırıq. Toyuq ətini hazırlamış olduğumuz qarışımın içərisinə əlavə edib yaxşı qarışdırıb 1-2 saat soyuducuda gözlədirik. Qızartmaq üçün kiçik həcmli qazandan istifadə edirəm. Qazana duru yağ əlavə etdim. Yağ yaxşı isindikdən sonra 2 saat soyuducuda gözləyən beləcə toyuq ətlərini sosdan çıxarıb una bulayırıq. Hər birini indi qaydada hazırlayırıq. Sizlərə daha aydın olsun deyə videonun açıqlama hissəsində istifadə etdiyim ərzaqların miqdarını qeyd etdim. Yağ yaxşı isindikdən sonra hazırlamış olduğumuz toyuq ətlərini yağa əlavə edirik. Bir üzü qızardıqdan sonra digər üzünü çeviririk. Bişirən zaman ocağı çox gür etmirik, orta odda bişiririk. Ara-ara çevirərək qızarmasını gözləyirik. Hər biri eyni qaydada qızardıqdan sonra aşırı yağlı olmasın deyə salfet üzərinə yığıram. Sonda qalan sosa soğan halqalarını bulayaraq onları da eyni qaydada qızartdım. İsti-isti süfrəyə verdim. İnanılmaz dadlı, ləzzətli, əti sulu-sulu, üzəri isə xırt-xırt möhtəşəm keyfslər alındı. Çöldə bəhbəhlə yediyimiz keyfslərdən heç də fərqlənmir, əksinə daha dadlı, daha ləzzətlidir. Sizlər də bu üsuldan istifadə edin, evdə öz keyfsinizi özünüz hazırlayın. Mən sonda sizinlə yayda hazırladığım ketçupla nuş etdim. İnanılmaz ləzzətli, möhtəşəm keyfslər alınmışdı. Dəyərli izləyicilərim, bugünlük bu qədər. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Hələlik.